Həyatım, hazırlaşın, istəyirsən gedək burada restoranda oturaq, keksla falan çay içək. Nə deyirsən? Şimdi ne diye restoran tutturmuşsa ne bu istidə? Gül kimi evde oturmuşuq da. Hə boş nə qəşəngcə nə kekslər hazırlayacaq, hə nə boş? İlk olarak iki yumurtanı qırırıq. 2'də 1 stəkan qədər şəkər tozu əlavə edirik. İndi isə yumurtaları qəşəngcə ağaran kimi qarışdırırıq. İndi isə yağımızı əlavə edirik. Südümüzü də əlavə edirik. İsə 1-2 dəqiqədə qarışdırırıq. İsə un və kakaonu əlavə edəcəyik. İndi isə qabartmalı vanilya əlavə edirik. 2-3 dəqiqə qarışdırırıq. Keksimizin qatlığı hazırdır. İndi isə qəlbləri tökəcəyik. İndi isə bu şirin kekslərimizi bişirməyə göndəririk. Hə Mati? Kızımla yoldaşımız Sevgi ilə hazırladığı ləzzətli kekslərimiz hazırdır. Tatlı da. Də çox bəyəndik. Həqiqətən heç yerə getməyə dəyməz. Bəli.